Efirdə iqtisadiyyat xəbərləri, studiyada mənəm Sədaqət Süleyman. Azərbaycanın qeyri-neft ixracı artıb. Bu ilin 6 ayında ixracda təxminən 17%lik artım qeydə alınıb. Artımın böyük hissəsi aqrar sektorun payına düşüb. Daha hansı məhsulların ixracında artım var, sujetimizdən biləcəksiniz. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı qeyri-monetar qızıl istisna olmaqla 2025-ci ilin ilk yarım ili ilə müqayisədə 16,9% artıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin xəbərinə görə dəyər ifadəsi ilə bu 1,8 milyard dollar təşkil edib. Aqrar sektora və aqrar sənaye sektoruna baxdıqda isə görürük ki, aqrar məhsullar üzrə ixracda da 23,9%lik bir artım müşahidə olunub və 563 milyon dollarlıq məhsul ixrac olunub. Həmçinin aqrar sənaye məhsullarının ixracında da bir 35%lik artım müşahidə olunub ki, bu da 195 milyon dollarlıq məhsul deməkdir. Həmçinin bütövlükdə aqrar və aqrar sənaye məhsullarının birgə ixracı da 26,6%lik bir artım göstərib ki, bu da ümumilikdə 759 milyon ABŞ dolları dəyərində aqrar və aqrar sənaye məhsullarının birlikdə ixracı deməkdir. İxracda şəkər ötən ilin müvafiq dövrünə nəzərən 3,4, pambıq, iplik 2,1 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 50, alüminium və ondan hazırlanan məlumatlar 40,1, qara metallar və onlardan hazırlanan məmulatlar 30,1, pambıq lifi 26,3, meyvə tərəvəz 18,9, çay 19,4, spirtli və spirtsiz içkilər isə 2,9% artıb. Meyvə tərəvəz məhsulları 493 milyon dollarlıq ixrac olunub, həmçinin kimya sənayesi məhsulları təqribən 150 milyon dollarlıq bir ixrac həyata keçirilib. Plastmas və ondan hazırlanan məlumatlar isə 144 milyon dollarlıq bir ixrac göstərib. Alüminium və ondan hazırlanan məhsullar isə 141 milyon dollarlıq bir ixrac göstərib. Dövr ərzində yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 175,3 milyon dollara çatıb. Qeyri-yeyinti məhsullarının ixracı isə 17,3% artım nümayiş etdirərək 206,5 milyon dollara bərabər olub. Əli Rızayev, Mirəziz Mirəlioğlu, Elnarə Həsənova, ASTV İqtisadiyyat. Qeyri-qida istehlak malları ilə əlaqədar idxal nəzarət mexanizmi yaradılır. Bu məsələ Milli Məclisdə bugün keçirilən iclasda müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən ölkə ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq. Yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq. Qanun layihəsi səsverməyə çıxarılaraq 3-cü oxunuşda qəbul edilib. Neft-qaz sahəsində fəaliyyət göstərməyən özəl sektor üçün yeni vergi güzəştləri müəyyənləşdirilir. Milli Məclisin qəbul etdiyi dəyişikliklərə əsasən bu kateqoriyaya aid vergi ödəyiciləri 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətinə ƏDV depozit hesabındakı vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna ödəniş edə biləcəklər. Yeni mexanizmin tətbiq qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Dəyişiklik vergi ödəyicilərinin ƏDV depozit hesabındakı vəsaitdən istifadə imkanlarını genişləndirməklə yanaşı, sosial öhdəlikləri yerinə yetirilməsini asanlaşdıracaq və qeyri-neft qaz özəl sektoruna əlavə maliyyə dəstəyi verəcək. Qanun layihəsi Milli Məclisdə 3-cü oxunuşda qəbul edilib. Milli Məclisin bugün keçirilən plenar iclasında Gömrük Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi son oxunuşda qəbul olunub. Yeni qanunla idxal olunan və barəsində texniki reqlamentlər və isnad edilmiş standartlar qəbul edilmiş mallara dair texniki tənzimlənmə haqqında qanuna əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməli və gömrük rəsmiləşdirilməsi zamanı yoxlanılmalıdır. Bu tələblər idxal edilən mallara yalnız müvafiq texniki reqlamentlərin və isnad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 il keçdikdən sonra şamil olunacaq.
İstismara verildiyi tarixdən indiyədək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 559 milyon ton Azərbaycan nefti və ya kondensat ixrac olunub. Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, kəmər vasitəsilə əsasən Azərbaycandan Azəri-Çıraq günəşli yataqları blokundan neft və şahdəniz kondensatı nəql edilir. Qeyd edək ki, bugün BTC əsas ixrac boru kəmərinin açılışından 20 il ötür. Hörmüz boğazından gəmilərin keçidi tamamilə dayandırılıb. Bu barədə İranın Fars körfəzinə nəzarət idarəsi məlumat yayıb. Bildirilib ki, son günlər Amerika Birləşmiş Ştatları silahlı qüvvələrinin regionda həyata keçirdiyi qanunsuz hərəkətləri ilə bağlı hazırda Hörmüz boğazından keçid mümkün deyil. Sakitlik bərpa olunduqdan sonra bütün müraciətlər nəzərdən keçiriləcək və zəruri icazələr veriləcək. Sepahın açıqlamasında isə qeyd olunub ki, İran hakimiyyəti Hörmüzün açılması barədə qərar qəbul edənə qədər keçid mümkün olmayacaq. Boğazdan keçməyə cəhd edən istənilən gəmi isə özünü təhlükə qarşısında qoymuş olacaq. Hörmüzün bağlanmasına enerji bazarları necə reaksiya verəcək? Qiymətlər yenidən artacaqmı? Suallarımızı iqtisadçı Xalid Kərimli cavablandıracaq. Müharibə yenidən qızışarsa, biz neft qiymətlərinin yenidən artacağını proqnozlaşdıra bilərik, yenidən yüksələ bilər. İkinci burada ehtimal OPEC Plusun hasilatla əlaqədar qərarlarıdır. Son iclasda hasilatı 188 min barel artırmaq qərarı verdilər. Amma təbii ki, neft qiymətlərinin daha sürətlə enişi OPEC Plusun sonraki qərarlarına təsir göstərə bilər. OPEC Plusun hasilatla bağlı qərarları da neft qiymətlərini yuxarı və aşağı endirə biləcək təsirə malikdir. Amma görünən ondan ibarətdir ki, qeyri-OPEC Plus ölkələrinin müharibə dönəmində hasilatı kəskin artırması OPEC Plusun hasilatla bağlı qərarlarına təsir göstərir. Rusiyada benzinin qiyməti 20-24% aralığında bahalaşıb. Benzinlə yanaşı dizel yanacağının qiymətində də 11%lik artım var. Rusiyanın yanacaq bazarında nə baş verir? Bu barədə bizə ətraflı məlumatı Rusiya üzrə xüsusi müxbirimiz Zakir Musayev çatdıracaq. Zakir, salam, buyurun, sizi eşidirik. Hər vaxtınız xeyir, bəli, Rusiyada yanacaq bazarında vəziyyət hələ də stabilləşməyibdir və son günlər açıqlanan yeni statistika isə göstərir ki, ölkədə benzinin pərakəndə satış qiymətləri son bir ildə rekord səviyyədə artıbdır və yanacaq qıtlığı da müşahidə olunur və sözsüz ki, aydın məsələdir ki, hökumət vəziyyəti sabitləşdirmək üçün əlavə tədbirlər də görməyə çalışır və bir sıra analitik mərkəzlərin məlumatına görə iyulun ilk 9 günü ərzində Rusiyada ayı 92 markalı benzinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 20% artaraq litr üçün 70 rublu keçibdir. Ayı 95 markalı benzinin qiyməti isə 24% yüksələrək 77 rublə çatıb. Digər yanacaq növlərində də sözsüz ki, ciddi bahalaşma qeydə alınıbdır. Məsələn, ayı 98 markalı benzinin qiyməti illik müqayisədə 32% artaraq 110 rublu keçibdir. Dizel yanacağı 11%, mayeləşdirilmiş qaz 18%, sıxılmış təbii qaz isə 14% bahalaşıbdır. Analitiklərin açıqlamasına görə hazırki bahalaşmaya bir neçə amil təsir edir. Əvvəla Rusiyanın bir sıra neft emalı zavodlarında planlaşdırılmamış təmir işləri aparılır. Əlbəttə ki, Rusiya ərazisinə olan son dron hücumları fonunda neft emalı zavodlarında baş verən yanğınlar və yay mövsümü ilə əlaqədar yanacağa tələbatın yüksəlməsi. Elə Rusiya Baş Nazirinin müavini də son açıqlamasında bazarda yanacaq qıtlığının olduğunu etiraf etmişdi və onun sözlərinə görə bəzi neft emalı zavodları Ukraynanın pilotsuz uçuş aparatlarının hücumları nəticəsində fəaliyyətini qismən dayandırıbdır və məhz vəziyyəti sabitləşdirmək məqsədi ilə Rusiya hökuməti benzin, dizel yanacağı və aviasiya kerosinin ixracına müvəqqəti qadağa da tətbiq edibdir. Bütün hallarda iqtisadçılar hesab edirlər ki, yaxın həftələrdə qiymətlərin ucuzlaşacağını gözləməyə dəyməz və ekspertlər proqnozlaşdırırlar ki, qiymət artımının tempi müəyyən qədər zəifləsə də Rusiyada yanacağın
dəyəri yaxın perspektivdə yüksək səviyyədə qalmağa davam edəcəkdir. Belə bu saata çatdırmaq istədiklərim bunlar idi. Təşəkkür edirik Zakir məlumatlarınız üçün və davam edirik. Əmtəə bazarlarında əsas diqqət neft qiymətlərindəki kəskin yüksəlişə yönəlib. Bu dinamika enerji sektorunda müsbət gözləntilərin gücləndiyini göstərir. Digər tərəfdən qızıl, gümüş və təbii qazda müşahidə olunan geriləmə investorların hazırda daha çox riskli aktivlərə üstünlük verdiyini və təhlükəsiz liman aktivlərinə tələbin nisbətən azaldığını göstərir. Rəqəmlərə nəzər salaq. Brent markalı neft 3,20%, WTI markalı neft isə 3,35% dəyər artırıb. Azerlight markalı neft isə 1,50% ucuzlaşıb. Təbii qaza da ucuzlaşma qeydə alınıb 1,33%. Qızıl və gümüş də dəyər itirib, müvafiq olaraq 0,94 və 2,24%. Bu ilin ikinci yarısında Amerika Birləşmiş Ştatları iqtisadiyyatı, inflyasiya, seçki qabağı, qeyri-müəyyənliklər və geostrateji gərginliklərin təzyiqi altındadır. Analitiklər bu qənaətdədir. Hesab edirlər ki, noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində siyasi qütbləşmə səbəbindən bazarda volatillik yüksək olacaq. Bu ilin ikinci yarısında Amerika Birləşmiş Ştatları iqtisadiyyatı və qlobal bazarlar seçki öncəsi siyasi qütbləşmə, büdcə riskləri və qlobal enerji qiymətlərinin təsiri altındadır. İnflyasiya və ticarət siyasəti isə federal ehtiyat sisteminin monetar qərarlarını formalaşdıran əsas amillər olaraq qalır. İqtisadi proqnozların verilməsində, qiymətlərin formalaşmasında, şirkətlərin istehsal prosesləri qərarlarında hamısı qeyri-müəyyənlik yaradır, iqtisadi riskləri artırır. Amma bunların içərisində ən böyük risklər təbii ki, yenə də geosiyasi risklərdir və seçki ilə bağlı risklər, qeyri-müəyyənliklər orada nisbətən hələ ki az yer tutur. Və iqtisadiyyatın yəqin ki, gələcəyini də ən çox bu ABŞ-da Fedin verəcəyi qərarlar və inflyasiya ilə və faiz dərəcəsi ilə bağlı veriləcək qərarlar rol oynayacaqdır. Mövcud iqtisadi gözləntilərə əsasən sərmayədarlar seçki dövründə Prezident Donald Trumpın icra edici fərmanlar və digər siyasi vasitələrlə bazarlarda yarada biləcəyi qısa müddətli volatilliklərə hazırlaşırlar. Hər il oktyabrın 1-dən başlayan yeni büdcə ili üçün Konqresdə xərclərlə bağlı aparılan gərgin danışıqlar hökumətin işində qismən fasilələr yaranması riskini gündəmdə saxlayır. Tarixi gedişatlar göstərir ki, seçkilərdən əvvəlki gərginlik fonunda qısa müddətli tərəddüdlər yaransa da investorların bazarda qalması uzun müddətli gərginliyi dəstəkləyir. ABŞ nə edə bilər? Məsələn, ilk növbədə inflyasiyanı mən düşünürəm ki, onların Mərkəzi Bankı Fed nəzarətdə saxlamalıdır. İndiki vaxtda iqtisadi sabitliyi qorumaq üçün və daha ehtiyatlı faiz siyasəti tətbiq etməlidir. Büdcə intizamını qorumalıdır. Hal-hazırda büdcə həddən çox borclanmağa və köhnə borcları da şişirtməyə meyillidir. Orada siyasətçilər onun büdcə intizamını artırmaqla bunun qarşısını ala bilər və geosiyasi riskləri azaltmalıdır. Tətbiq edilən yeni tarif rejimləri və ticarət maneələri qlobal miqyasda tədarük zəncirlərinə təsir edir. Səlahiyyətlər məhdudlaşdırılsa da, administrasiya planlı şəkildə məhsul və sektor əsaslı tədbirlər həyata keçirir. Analitiklərin fikrincə, ticarət siyasətinin yaratdığı xərclər inflyasiyanı təxminən 2,5% səviyyəsində saxlasa da, federal ehtiyatlar tərəfindən görülən faiz endirimləri və süni intellekt sektorundakı irəliləyişlər iqtisadi artımı müsbət mənada kompensasiya edə bilər. Elnurə Hüseynli, Aysel Abbasova, ATV İqtisadiyyat.